İmam Rıza Aleyhisselatü Vesselam'ın Mevlud günüdür. Əli Bey sevərlərə, sizəclərə bu Mevlud münasibətilə başda İmam Zaman Aleyhisselam olmaqla təbrik ərz edirik, Mevludunuz mübarək olsun. Əli Bey Aleyhisselatü Vesselam'ın 8-ci günəşi olan İmam Rıza'nın təvəllüd günüdür və bu əziz gündə bu ağanın ziyarətindən, ağanın fəzilətlərindən, imamın nə qədər də fəzilətlərindən danışsaq, söyləsək, yenə də azdır. Çünki o Əhl-i Beyt Aleyhisselatü Vesselam'ın nümayəndələrindəndir, məsum imamdır və bu məsum imamın ziyarətindən, bu ağanın, hər kəs ağanı ziyarət edən nə qədər savabı var, nə qədər əcri var inşallah. Mən sizlərin xidmətinə inşallah ərz edəcəyim ki, Allah da həmin o nurani hədislərlə, nurani rivayətlərlə inşallah qəlblərimizi daha da nurani etsin. İmam Cavad Aleyhisselatü Vesselam'dan rivayət olunur ki, buyurdu, oğlu İmam Rıza Aleyhisselam'ın oğludur da bilirsiniz. Mən zaminəm, kəsə ki, beşdə zaminəm, o kəsə ki, mənim atamın qəbrini ziyarət eləyə, onu tanıya ziyarət edilmiş olur. Mən ona neyirəm? Zamin dururam ki, beşdə apararam. Yəni o zamin. İbrahim Cəfəri belə nəql edir ki, bir nəfər İmam Hadidən Aleyhisselatü Vesselam zahirən, əgər İmam Hadidən də deyəsən ki, rivayət edir ki, Həzreti İmam Cavad Aleyhisselam xidmətinə çatdım, İmam buyurdu, hər kəs sizin atanızı Tusta, yəni indi Məşhəd şəhəri, Xorasan vilayəti ziyarət etsə, onun nə imtiyazı var, nə savab var, nə əcri var. Hər kəs mənim atamın qəbrini ziyarət eləyə, Allah Teala və Təbarək onun keçmiş və gələcək günahlarını eləyə, əfv qələmi çəkər.